Amma mən şəxsən belə bir sürücü tanımıram ki, avtomobili avtomat transmissiyanı 2 ayaqla sürsün. Bizim dostumuz Vüqar Bektaş öz əməkdaşımızdır və bu heç bir narahatlıq yaratmır. Qətiyyən. Bəzən deyirlər təhlükəlidir falan, amma heç bir təhlükəsi təhlükəli miqyasını dərk etmək və ona reaksiya vermək də müxtəlifdir. Enişteyn də sual verirlər ki, siz niyə corab geyinmirsiniz? O deyir ki, siz niyə corab geyinirsiniz? Fikirləşdim ki, yəqin ki, biz düz eləmirik. İndi mən belə baxıram, həqiqətən baxanda artıq mən çaşıram. Yəni sol ayaq boş qalmalıdır. Panik halında sən reflektiv olaraq ikisinə eyni anda basa bilərsən. Yol polisində bu cür sürüşü qəbul edərlərmi? Xüsusi müddəa varmı ki, qanunda ki, bax 2 ayaqla olmaz ha? Mən belə nümunə görməmişəm və bu anormallıqdır. Olub ki, təcrübədə məni vəziyyətdən çıxarır. Bakı şəhərində 2 ayaqla yox, 4 ayaqla sürmək lazımdır. Özünə 4 ayaqla sürməliyik, amma indi olanımız budur, ona görə də. İnşallah yaxşı olar. Üzr məktubunda qeyd olunur ki, sağ ayaqla sürməlidir. Yəni, maşının nömrəsi bir yadımdan çıxmışdı həyətdəki, düşdüm bir ona baxdım. 2 saatdir yatamadım ki, mənim baxçı müəlliməmin adı nə idi? Getdik onda.